Salam, hər vaxtınız xeyir olsun. Çətin sual verilişi efirdədir. Onlayn təhsil bizə nəyi göstərdi? Bugün bu haqda danışacağıq. İyunun 14-də Azərbaycanda ümumi təhsil müəssisələrində məzunlar üçün son zəng tədbiri keçirilib. 2020-2021-ci tədris ilində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 9-cu siniflərini 34.874, 11-ci siniflərini isə 20.024 nəfər bitirib. Yeri gəlmişik, xatırladaq ki, ötən ilin mart ayından etibarən koronavirus pandemiyasına görə məktəblərdə və universitetlərdə təhsil əksərən onlayn formada həyata keçirilib. Bəs bu onlayn təhsil hansı çatışmazlıqları üzə çıxardı? Təhsil üzrə ekspert İlham Əhmədov qonağımızdır. İlham bəy, hər vaxtınız xeyir olsun, salamlayıram sizi. Salam. İlham bəy, onlayn təhsilin tətbiq olunduğu bu bir il ərzində biz nələr gördük? Bu bir il bizə nəyi göstərdi? Salam, belə bir aktual mövzuya veriliş həsr edildiyinizə görə bir təhsil eksperti kimi minnətdaram sizə. Mən təşəkkür bildirirəm. Son bir ildə dünya təhsilində çox gərgin bir mərhələ yaşandı. Bu da onunla əlaqəli idi ki, pandemiya təhsil müəssisələrinin fəaliyyətini iflic elədi. Təxminən bir 15 ay ərzində təhsil müəssisələri öz fəaliyyətini demək olar ki, tam qapatdılar. Və belə bir fövqəladə situasiyada yeganə çıxış yolu onlayn təhsildir, distant təhsildir. Bir çox ölkələr, Avropa, Şimali Amerika, Asiyanın bir sıra ölkələri, ümumiyyətlə inkişaf etmiş ölkələrin demək olar ki, hamısında 20 il bundan əvvəl təxminən distant təhsil sistemi inkişaf edilməyə başlamışdı. Və son 15 ilin ərzində artıq bu ölkələrdə distant təhsil sistemi mükəmməl bir mexanizma, uyğun normativ bazaya, resurs təminatına, kadr təminatına və digər təminatları malik və işlək bir haldaydı və həmən universitetlər artıq ənənəvi üsullarla yanaşı, təhsilin ənənəvi formalarla yanaşı distant texnologiyalardan istifadə edirdi. Hətta MDB-də Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Belarusiya, qismən Özbəkistan, Moldova, qismən Gürcüstan və Ermənistan, belə deyək, bunlarda bu və digər formada çox və ya az distant təhsil artıq formalaşmışdır. MDB məkanında 3-4 ölkə ola bilərdi ki, buna arzu edirdi. Türkmənistan, Tacikistan, Azərbaycan, bəlkə də 400-500 ölkə var və yoxlaya bilmədim. Mən bilən bu 2 ölkə, Azərbaycandan başqa bu 2 ölkə indiyə qədər distant təhsilin yaradılmasına embargo qoymuşdur sanki. Baxmayaraq ki, 2000-ci illərin əvvəllərindən başlayaraq bir sıra dövlət proqramlarında hansı ki, Prezidentin sərəncamıyla təsdiq oldu. Hər birində distant təhsilin yaradılması xüsusi maddə kimi yazılmışdır. 2005-2007-ci illər təhsil sisteminin informatlaşması ilə bağlı dövlət proqramında, 2008-2012 ikinci dövlət proqramında təhsilin informatlaşması ilə bağlı, elektron Azərbaycanla bağlı, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı ilə bağlı, Rabitə Nazirliyinin son 2 dövlət proqramı. Bu xeyli dövlət proqramlarında distant təhsilin yaradılması qeyd olunurdu, müddət göstərilirdi, amma təəssüf ki, dövlət proqramları icra olunurdu, amma distant təhsil yaradılır. Və belə bir halda gözlənilmədən elə bilin ki, günorta çağı, ildırım çaxdı, birdən şiddətli yağış başladı, aləmi sürüsü bastı. Amma o ölkələr hansılar ki, bizi kimi çayın qırağında yerləşiblər və vaxtında qayıq düzəldirlər, bu sürüsü gələndə bunlar bu qayığa mindilər, çayın o birisi sahilinə, sel olmayan tərəfə keçə bildilər. Biz isə vaxtında belə bir qayıq yaratmadığımıza görə o çaya girməli olduq və hər dəfə də 1-2 addım gedirdik, çay dərinləşirdi, geri qayıtmalı olurduq. Bu yandan sel gəlir, bu yandan çayın dərinliyi. Bax, belə qeyri-müəyyən vəziyyətdə bu 15 ayda bizim təhsil sistemimiz işlədi. Əvvəl biraz çaşqınlıq oldu, sonra WhatsApp-la işləmək istədilər, sonra Zoom proqramı ilə müəyyən vaxtdan sonra Microsoft şirkətinin Teams proqramı ilə qərara alındı. Ümumiyyətlə, Teams proqramı distant təhsilin reallaşması üçün nəzərdə tutuldu. Bu webinar proqramıdır. Bu Zoom kimi iclaslar keçirmək üçün, görüşlər keçirmək üçün. Amma bunun üzərindən ölkənin təhsil sisteminin fəaliyyətini
formalaşdırmaq, reallaşdırmaq bu mümkündür. Ona görə də bu imtahan proseslərində istədilər deməli onlayn canlı imtahan olsun. Yüklənmələr oldu, çətinliklər oldu. Məsələn, sonra imtahanda tələbələri nəzarət etmək problemi oldu. Bəli. Özünü səmərəli şəkildə qura bilmədik və s. Yəni, distant təhsil bizdə pandemiya qədər olmamışdı. Pandemiya vaxtında bir imitasiya elədik. Bax, elə məsələ də budur, İlham bəy. Məsələ də budur. Bax, distant təhsilin, siz də dediniz ki, bütün dünya ölkələri artıq uzun illərdir ki, bu sahədə çalışırlar. Yəni, xüsusən də universitetlər, xarici universitetlər çalışırlar ki, tələbələrə o qədər də çətinliyi olan gəlib getmək problemi yaşayan, başqa ölkələrdən təhsil almaq istəyən insanlar distant təhsillə öz təhsillərini davam etsinlər. Yəni, distant təhsili tətbiq etmişlər. Hətta universitetlərin özlərinin o proqramı var idi ki, o proqram vasitəsilə, rəqəmsal proqramlar vasitəsilə tələbə o proqramlar vasitəsilə rahat dərsdə iştirak edə bilirdi, tələbəyə nəzarətdə olurdu, onun imtahanına və yaxud da ki, belə deyək, cavab verməsinin ümumiyyətlə polemikasına. Distant təhsilin tətbiqi, siz dediniz, pul ayrılmışdı, buna bağlı fərmanlar, sərəncamlar var idi. Tətbiqi niyə Azərbaycanda gec tətbiq olunmağa başladı? Yəni, sizin də dediyiniz kimi, əgər pandemiya Azərbaycanda insanları və yaxud da ki, Təhsil Nazirliyini məcbur etməsiydi, yəni biz hələ də bu barədə danışmayacaqdı. Niyə Azərbaycan gecikdi bu məsələdə? Deməli, distant təhsil özlüyündə təhsil sisteminin informatizasiyasına, yəni informasiyalaşmasının pik həddidir, zirvəsidir. Yəni, təbii yolla təhsil sistemi informasiyalaşır, kompleks şəkildə ölkədə təhsil sisteminin kompüterləşməsi proqramı həyata keçir. Oradakı mərhələlər üzrə qoyulan bütün vəzifələr yerinə yetiriləndə, deməli, proqramın sonunda təbii olaraq ölkədə distant təhsil yaranır. İstir universitet səviyyəsində olsun, istir təhsilin digər billəsində olsun və s. Bizdə həmən o dövlət proqramları əvvəla çox az maliyyə ayrıldı. İkincisi fasilələrlə oldu. Bu fasiləsiz proses qoyulmalı. Yəni biz informasiya cəmiyyətində yaşayırıq və 2003-cü ildən sonra 2003-cü ildə Cənab Prezident deməli Cenevədə informasiya cəmiyyətinə aid sammitdə iştirak elədi və orada bəyan olundu ki, Azərbaycanda deməli IT sahəsi prioritet sahə olacaqdır, biz informasiya cəmiyyətinə keçidə hazırlaşırıq və s. Və həmən dövrdən başlayaraq fasiləsiz olaraq təhsil sistemi informatlaşmalıydı. Ardınca deməli, ümumi bir strategiya olmalı dövlət səviyyəsində, bir 20 illik strategiya. Və sonra da 3 illik, 5 illik dövlət proqramları ilə mərhələ-mərhələ o strategiyanın istiqamətləri əhatə olunmalıdır. Bizdə təhsilə aid cəmi ki, dövlət proqramı oldu. 2005-2007 tam uğursuz proqram oldu. Demək olar ki, təhsilin inkişafına heç bir köməyi olmadı. Sonra 2008-2012-ci il dövlət proqramı oldu. O da ali məktəbləri əhatə eləmədi. Deməli, 2005-2007-ci illər adı belədir, təhsil məktəblərinin kompüterindən təminatı. Burada gördünüz, adında ali təhsil sözü yox. 2008-2012-ci illərdə adı təhsil sistemi olsa da proqramın içində universitetlər yox. 2012-dən sonra ümumiyyətlə heç bir iş görülməyibdir, yəni təhsilin informasiyalaşması. Deməli, buradan belə alınır ki, universitetlər özləri sərbəst, müstəqil şəkildə bunu edirlər. Universitetlərin də bunun imkanı yoxdur. Çünki universitetlərin büdcəsi o qədər aşağıdır ki, bu az əmək haqqına çatır, bir də universitetlərdə ticari xərcləri çıxır. Amma İlham bəy, xeyli yüksəkdir ödənişlər. Yəni, Azərbaycanda elə universitet var ki... Ödənişlər nə qədər yüksək olsa da, mən təxminən deyim ki, bu günləri Azərbaycan universitetlərinin normal və müəyyən səviyyədə olmasa da, avlıq səviyyəsində, müəyyən bir səviyyədə normal bir fəaliyyət göstərməsi üçün adam başı 5 manat ödənməlidir. Amma deməli, büdcə hesabına ödənişlərdə də təxminən 1000 dollar ətrafındadır. Elə ödənişli valideynlər də ödəyəndə təxminən 1000 dollar ətrafındadır. Yəni bu 3000 dollar olsaydı, universitetdən nəsə eləyə bilərdi.
Amma bu məbləğ özlüyündə çox az idi və o yığılan məbləğin 90% də professor müəllim heyətinin maaşına gedir və bu maaş da kifayət qədər yüksək maaş deyil. Bu maaş da aşağı maaş. Bu aşağı maaşı güclə çatır bu öğrenci. Ona görə universitetlərin mali imkanı yox idi. İkincisi, universitetlərdə bu böyük ağır bir proqram distant təhsilin yaradılması. Universitetlərdə bunu eləyə bilən komandalar yoxdur. Şəxsən mən heç bir universitetdə elə bir komanda tanımıram ki, bunu dünya standartı səviyyəsində eləmiş. İqtisad Universitetində işlər görülür və onlar 20 ilə yaxındır bu məqsədi qoyurlar qarşılarına və mərhələ nələrsə eləyiblər, dayanıblar, sonra nələrsə eləyiblər, dayanıblar və son 5 ildə daha ciddi şəkildə bu işlərlə məşğuldular. Amma o İqtisad Universitetinin də gəlib hansısa bir həddə distant təhsil yarada bilməsi bu günləri real deyil. Həm də ona görə ki, ümumiyyətlə, distant təhsil bir universitetin gücü ilə reallaşa bilə bir işdir. Bu, hökumət təhsil nazirliyinin dəstəyi ilə olmalıdır. Uyğun normativ bazalar olmalıdır, əsasnamələr olmalıdır, təlimatlar olmalıdır, müəyyən platforma olmalıdır. Amma İlham bəy, gəlin xarici ölkələrlə müqayisə aparaq. Türkiyədə təhsil haqqı elə universitetlər var ki, Azərbaycanın universitetlərindən xeyli aşağıdır və yaxud Ukraynada və yaxud da digər ölkələrdə. Amma onların, belə deyək, texniki təminatı və xeyli Azərbaycandakı universitetlərdən xeyli yüksəkdir və onlar distant təhsilə çoxdan keçiblər və bu da onlara olan xarici ölkələrdən tələbə sayını xeyli artırır. Amma Azərbaycanda yüksək ödənişlər olsa da universitetlərə, bu deyirsiniz ki, universitetlərin özlərini təmin eləmək üçün və belə bir imkanlar yaratmaq üçün çatışmır. Bu necə ola bilər? Deməli, əvvəla məsələn, bu regionda distant təhsilin inkişafı Rusiyada və Türkiyədə daha yüksək səviyyədədir, Ukraynada aşağı səviyyədədir. Mən Rusiya təcrübəsindən müqayisə edəcəm. Rusiya 1995-2000-ci illərdə 300 universiteti əhatə edən, 300 min tələbəni əhatə edən, 30 min nəfər professor müəllim heyətini əhatə edən bir pilot layihə həyata keçirdi, distant təhsillə bağlı. Və bu layihəyə 300 milyon dollardan artıq pul xərclədi. Həmən mərhələdə. Və bunun nəticəsində artıq onlar bu layihənin sonunda müəyyənləşdirdilər, səhvləri nədir, nailiyyətləri nədir, hansı sənədlər, hansı formada yazılmalıdır, resurslar necə hazırlanmalıdır və s. Yəni bu modeli 5 il ərzində yaratdılar, sınaqdan keçirdilər. 2000-ci ildən sonra artıq Rusiya universitetlərində demək olar ki, kütləvi şəkildə 1, 2, 3 ixtisas hər universitetdə distant formada təhsil verməyə başladı. Elə universitet var ki, demək olar ki, bütün fakültələrində distant edir. Məsələn, MESI, Moskva Ekonomika Statistika İnformatik verir. Bunlar Rusiyanın ən avangard universiteti ilə distant təhsil sahəsində. 2000-ci ildən sonra deməli Rusiyada bir başqa dövlət proqramı qəbul olundu. Vahid informasiya təhsil məkanının inkişafı. Bu proqrama Rusiya dövləti 2000-ci il, 2005-ci il intervalında $100 milyard xərclədi. Çoxlu grantlar verirlər universitetlərə. Məsələn, o universitetin özünün büdcədən aldığı pul və tələbələrdən aldığı pul, o universitetin cari fəaliyyətini dəstəkləmək üçün. Amma universitetin inkişafı üçün əlavə investisiyalar. Bizdə olan isə, indiyə qədər universitetin büdcəsi, bu təxminən süni nəfəsə qoşulmuş reanimasiya şöbəsində olan xəstənin vəziyyətində kimi ki, ancaq nəfəs gedir gəldi. Bunun bədənində artıq immunitet də qalmayırdı. Sovet vaxtı bizim universitetlərdə olan elm potensialı, təhsil potensialı, bu da tükənə getdi. Bilirsiniz, minlərlə Azərbaycanlı professor Türkiyəyə, Ərəb ölkələrinə, Rusiyaya, İrana işləməyə getdilər universitetlər. Yeri gəlmişdən elə tələbələr də xarici ölkələrə daha çox üst tuturlar, nəinki Azərbaycan universitetlərində. O potensial zəifləyəndən sonra tələbə ki, valideyn ki, başa düşəndə ki, buranın diplomunun beynəlxalq nüfuzu yoxdur, burada tədris prosesinin keyfiyyəti zəifdir, tədris planlarındakı fənlərin çoxsu
10 il, 15 il bundan əvvəlki məzmununda tədris olunur. Yəni bu universitetlərin rəqabət qabiliyyəti yox idi. Bunu elə deyək ki, mikroskopsuz da görmək olurdu bu vəziyyət. Ona görə də imkanı olanlar xarici getdilər. Hətta dövlət özü də hiss elədi ki, universitetlərin vəziyyəti arzu olunan səviyyədə deyil və gənclərin xaricdə təhsili ilə bağlı dövlət proqramı qəbul elədi ki, aktual sahələr üzrə mütəxəssislər hazırlasın, gəlsin hökumət işləsin. Amma mən hesab edirəm ki, elə ilk müstəqilliyin ilk illərindən Azərbaycan ən böyük investisiyanı təhsillər, universitetlərə qoyur. İnsan kapitalına qoymalıydı. Mən 10 il bundan əvvəl Qazaxıstana getmişdim, universitetdə ezamiyə. Orada təyyarədən düşəndə hava limanında böyük bir plakat gördüm. Çox nəhayət 60-70 metr uzunluğunda plakat edir. Cəmi bir dənə orada plakat vardı burada hava limanında. Oradan Nazarbayevin sözü vardı, cümləsi ki, müstəqil Qazaxıstan Respublikasının ən mühüm vəzifəsi universitetlərin inkişafını təmin etməkdir. Və mən orada olanda da, mən oraya getməmişdən əvvəl də internet vasitəsilə onların universitetlərinin vəziyyətini öyrənmişdim və gedəndə də gördüyüm universitetlərdə gördüm ki, təxminən 10 il bundan əvvəl onlar bizdən xeyli qabaq idi. Bu 10 ildə də xeyli inkişaf edilər onlar. Yəqin ki, bu 10 ildə də xeyli inkişaf ediblər. Bu pandemiya dövründə, karantin dövründə biz bir də onun şahidi olduq ki, həm də onun şahidi olduq ki, onlayn təhsilə nə məktəblilər, nə tələbələr, nə valideynlər və yaxud məktəblərin valideynləri, nə də hətta müəllimlər belə ciddi yanaşmırlar. Niyə ciddi yanaşmırlar? Bu özü dünya ilə ayaqlaşmaqdan geri qalma deyilmi? Bilirsiniz, mən əsl səbəbini deyə bilmərəm. Təhsil Nazirliyi niyə 20 ilin ərzində bu məsələni yaxına qoymadı və hətta pandemiya başlayandan sonra bunlar distant təhsilin yaradılması istiqamətində iş görmədilər. Təhsil Nazirliyinin mövqeyi budur ki, distant təhsil pandemiyanın nəticəsidir. Belə alınır ki, deməli, başqa ölkələrdə distant təhsil varsa, onlarda deməli 20 il, 10 il əvvəl pandemiya olub, ona görə yaradırlar. Biz pandemiya qarşılığı kəsmişik, indi gəlmiş çatır. Biz onun gibi bizim bunu düşünürük. Bu bir. İkinci də heç olmasa bu 15 ayın ərzində gec də olsa, bayaq dediyim kimi biz gəmi qayırma məsələlərlə məşğul olmalıydıq. Şimdi gec də olsa, biz distant təhsilin yaradılması üçün bir strateji hazırlamalıydı, bir planlaşdırmalıydı, götür-qoy eləməliydi. Bu işlər heç birisi görünmədi, heç birisi olmadı. Bu işlərlə məşğul olanlar olmadı ümumiyyətlə. Və belə təsəvvür var idi ki, gələn ay qutarar, o bir ay qutarar, gələn semestr olmaz və amma hələ də məlumdur, sentyabrda, oktyabrda dünyada pandemiya ilə bağlı nə olacaq, növbəti dağı olacaq mı? Ya sonra dünyada hansı bir başqa fövqəladə vəziyyətlər ola biləcək? Ümumiyyətlə, dünya özü onlayn rejimə keçir. Doğrudur. Bütün sahələrdə evdən işləmək, evdən teletəhsil, elektron elm, elektron səhiyyə və s. Ona görə də biz çox gecikmişik, amma təəssüf ki, bu günlərdə, bu dəqiqədə bu sahədə iş görürük. Amma mənim evimə gəlib 5 il bundan əvvəl belə bir söhbətlər var idi ki, Azərbaycanda təhsilin büdcəsi artıbdır, biz gələn ildən distant təhsilinin reallaşmasına başlayacaq. Bu 5-6 il əvvəl belə bir söhbət oldu. 12 il bundan əvvəl universitet rektorları deyirlər ki, biz qiyarlı təhsili ləğv edirik, distant təhsili keçəcəyik. Ondan olan potensialını bilirdim ki, universitetdə nə rektorun, nə prorektorun, nə dekanların, nə IT mərkəzinin heç birisinin distant təhsil haqqında anlayışı yoxdur. Eyni vəziyyət nazirlikdədir. Elə bilirsiniz, nazirlikdə bir möhtəşəm komanda var. Gün knopdan basıb sabah işə başlayacaq. Mən elə o sualını axtan vermədim ki, niyə ciddi yanaşılmır? Elə bu evlərdən, bu müəllimlərdən, məktəblərdən bu məlumdur. Çünki Məktəblər Təhsil Nazirliyinə baxırsa, çox güman ki, ciddi yanaşmamaq da oradan irəli gəlir. Nə təklif edirsiniz İlham bəy? Vəziyyəti düzəltmək üçün nə etmək lazımdır? Mən ümumiyyətlə, birinci strateji olaraq mənim təklifim budur ki, təhsilə ciddi bir baxış olmalıdır. Təhsil sektorunun inkişafı dövlətin birinci vəzifəsi olmalıdır.
Baxmayaraq ki, müharibədən təzə çıxmışıq, baxmayaraq ki, başqa problemlərimiz var. Onların hamısının, yəni biz gələcəyə baxmalıyıq. Bu ilə gələn ilə yox. 3 ildən sonra da, 10 ildən sonra da, 20 ildən sonra da bizim gələcəyimiz bugünkü təhsildə basılır. O cümlədən müdafiə sənayemizdə, o cümlədən ordumuzda. Şimdi gördünüz bu müharibədə dronlar həll elədi hər şeyi. O nəyin hesabındadır? Elmin və təhsilin hesabındadır. Ona görə də hökmən təhsildə ciddi dönüş olmalıdır, baxış olmalıdır, güclü investisiya olmalıdır. Ən mühümü isə təhsilin başında oturan insanlar təhsilə dair strateji baxışları olmalıdır. Dünya təhsilini mükəmməl bilməlidir. Onlar bilməlidir dünyada hansı tendensiyalar var, hansı trendlər var, hansı nöqtədə inkişaf, hansı illərlə hansı səviyyəyə gəlir, 10 ildən sonra dünyanın təhsili nə olacaq. Bütün bu şeyləri mükəmməl bilən insanlar olmalıdır ki, onlar həyəcan təbii çalsınlar ki, biz indiyə kimi 20 il vaxtımızı itirmişik. Heç olmasa indi başlayır dünya təhsil, informasiya təhsil məhkəmə inteqrasiya edən. Mən məsələn 15 il bundan əvvəl, 20 il bundan əvvəl bir ideya irəli sürmüşdüm ki, Türk dilli dövlətlərin bir virtual universiteti yaransın, adını da qoyaq Turan Virtual Universiteti və o universitet Azərbaycan dilində dərs aparsın. Çünki o illərdə ortaq türk dili söhbəti gedirdi və ortaq türk dili kimi Azərbaycan dili deməli təklif olunurdu. Mən də dedim ki, bu dövlətlər xüsusən Türkiyə, Azərbaycan, Qazaxıstan ilk növbədə müəyyən qədər Tataristan da bu işə kömək edə bilər. Çünki Tataristanda da inkişaf yaxşıdır onlayn təhsil sahəsində. Və bu ölkələr birləşərək özlüyündə deməli bir virtual universitet yarada bilərdilər. Bu ola bilərdi bir fasiləsiz təhsil mərkəzi. Həm deməli ali təhsil edə bilərdi, həm kollec təhsil edə bilərdi, həm diplomdan sonraki təhsil edə bilərdi. Və hər ölkənin də bir neçə universiteti bu proqramı qoşulardı. Bu həm də həmən ölkələrdə onlayn təhsili inkişafına da təkan verərdi. Yəni bu itirilmiş bir imkanlardır. Yəni bizim üçün itirilmiş imkanlardır. O ölkələr işlərini gördülər. Türkiyədə inkişaf elədi. Məsələn, bayaq bir söhbətdə dedik ki, olan ölkələr var ki, təhsil haqqı bizdən azdır, amma inkişafı bizdən çoxdur. Mən 15 il əvvəl Türkiyənin bir universitetində olmuşdum. Onlar deyir ki, həmən universitet əyalət universiteti ilə falan, bu İstanbul, Ankara Universiteti, İstanbuldan 2000 kilometrlikdə bir balaca şəhərdə olan universitet. Onlar ildə 2 milyon dollar universitetin informatizasiyasına pul xərcləyir. İldə 2 milyon dollar. İndi okulun müəyyən hissəsini ola bilsin ki, universitet qoyur, amma mən bilirəm ki, universitetin orada büdcəsi ola bilməz, onu hökumət kənardan dəstək verirlər və ümumiyyətlə Türkiyə universitetlərinin büdcəsi bizim universitetlərdə təxminən 5-10 dəfə yüksək. Baxmayaraq ki, bayaq qeyd elədiyimiz kimi orada ödənişlər də demək olar ki, bizdən aşağı və yaxud da bizdən o qədər də yüksək deyil. Son 3-4 ildir Türkiyədə ali təhsil pulsuzdur. Tam pulsuzdur. Yəni, deyək ki, özəl universitetdirsə hətta, o məsələn 1000 nəfər tələbə qəbul edir, 10.000 nəfər tələbənin təhsil haqqının hesab fakturasını yazır, dövlətə, hökumətə təqdim edir, hökumət okulu ödülür. Əgər dövlət universitetidirsə, yenə də o da hesab edir, təxminən 5000 dollardan hesablanır. Türkiyə universitetlərinə büdcədən dövlət hər tələbəyə 5000 dollardan pul verir. Və bu bir il deyil, bu 30 ildir belə gedir. Biz isə ən yaxşı halda 1000 dollar ala bilirik. Orada bizdə 70% ödənişliyidir də bilirsiniz. Bəli. Və o 70% ödənişli olanda da əhalinin də vəziyyəti belədir ki, imkanı yox idi çox hissəsini ödəmək. 30 minə yaxın tələbə Azərbaycanda son illərdə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric olur. Bəli. Yəni biz qiymətləri Türkiyə universitetlərindəki qədər qalxıza bilmərik. Əvvəl ona görə ki, bizim universitetlərin fəaliyyətinin keyfiyyəti o səviyyədə deyil. Deyərlər ki, siz məsələn 5000 dollar təhsil verirsinizmi ki, 5000 dollar tələb edirsiniz. Okula mən gelib başqa ölkədə oxuyarım. Amma Azərbaycanda elə universitetlər var ki, təhsil haqqı 7000-dən də yuxarıdır. Yəni bunları da bilirsiniz İlham bəy. Bizdə mi? Bəli. Bizdə bəzi ixtisaslar var, musiqi ilə əlaqəli, o fərdi dərslər orada çoxdur.
oradadır. Sonra Ada Universitetində ola bilər, bahadır. Çünki Ada Universitetində xaricdən çoxdur professor müəllim heyəti. Onların da əmək haqqısı yüksəkdir. Həm də onlar da bilirlər ki, yaxşı universiteti deməli, təmin eləmək üçün, inkişafını təmin eləmək üçün, müəyyən irəliləyiş eləmək üçün universitetin büdcəsi lazım. Ən müasir universitetlərdən biri də Ada Universiteti Azərbaycanda və son illərdə yaranmış və belə ən müasir universitet hesab olunur. Amma buna baxmayaraq onun da bir proqramı yox idi ki, distant təhsillə bağlı. Orada da distant təhsil proqramı da yox idi. Deməli, niyə yox idi? Çünki bu ölkə səviyyəsində düz təhsil qanununda yazılmışdı. 2009-cu ildə qəbul olundu təhsil qanunu. 2009-da yazılıb ki, təhsil formalarından biri Azərbaycan distant təhsil. Bu bir dənə cümlədir. Bundan heç nə həll eləmək olmaz. Bunun arxasında çox böyük işlər görülməlidir. Nazirlik bu işlər görmür. Ona görə Ada Universiteti müəyyən də büdcəsi də olsa, xarici əlaqələr də olsa, o milli səviyyədə bu işlər görülmədiyinə görə Adada bunu eləmək çətindir. Ümumiyyətlə, Ada Universiteti başqa universitetlərdən fərqli olaraq öz işini daha mükəmməl qıla bilir. Mənim yadıma gəlir, universitet təzə açılanda 2 il ərzində qəbul aparılmadı. Magistratura təhsil pilləsi üçün hazırlıq görüldü 2 il. 2 ildən sonra magistratura qəbul aparıldı. Və ondan sonra 2-3 ildən sonra bakalavra. Yəni o tədris proqramlarının hazırlanması, dərsliklərin hazırlanması, müəllimlərin hazırlanması, bunlar hamısı böyük hazırlıq tələb edir. Amma bizdə necə oldu? Digər universitetlərdə. Təxminən 97-ci il idi, ya 98-ci yadımda deyil. Fərman verdilər ki, magistratura təhsil pilləsi açılsın. Neçə min ixtisas üzrə. 50-yə yaxın universitet var. Həvəsində 20-30 dənə ixtisas olanda 1000-dən artıq ixtisas var. Və bir aydan sonra da magistratura qəbul apardı. Və halbuki, deməli, onların nə tədris planı hələ hazır deyildi, nə fən proqramları, nə onları tədris edə bilər. Proqram ümumiyyətlə hazır deyildi, amma artıq qəbul da başlamışdılar, hər şeydə. Qəbul başladı, çünki orada da büdcəyə pul gələ bilər universitetlər, məsələn, burada müəyyən bir universitetlərin maliyyə maraqları var idi, ona görə sürətləndirdilər. Amma bu işi hazırdır, amma Ada Universiteti tam hazırlıq işlərini görəndən sonra fəaliyyətə başladı və onlar da hiss elədilər ki, universitetin imicini saxlanmaq lazım. Ona görə də hər işi əvvəldən planlaşdırmaq, layihələndirmək, icra eləmək və normal nəticələrə gəlmək. Təşəkkürümü bildirəm İlham bəy. Qatıldığınız üçün və suallarımızı cavablandırdığınız üçün qonağımız İlham Əhmədov idi, təhsil üzrə ekspert. Biz onlayn təhsil bizə nəyi göstərdi, nəyi sübut etdi bu bir il ərzində, pandemiya dövründə və ilin sonunda biz bunu İlham bəylə, tədris ilinin sonunda İlham bəylə müzakirə etdik və çatışmazlıqları dilə gətirdik. Distant təhsilin ümumiyyətlə Azərbaycanda olmadığı və yaxud onlayn təhsilinin tez, tələsik və bərbad vəziyyətdə olduğu barəsində İlham bəyin fikirlərini öyrəndik və ümid edirik ki, bu danışığımızdan hansısa bir formada nəticə çıxaracaqlar və hər bir halda Selə Leysana İlham bəyin dili ilə desək, çayın kənarında olan Azərbaycan təhsili də Selə Leysana hazır vəziyyətdə olacaq, gəmisini hazır vəziyyətdə saxlamış olacaq ki, bu vəziyyətə düşməsin. Tamaşaçılara da təşəkkürümü bildirəm baxdıqları üçün və eyni zamanda bəyəndilərsə bəyənə bilərlər verilişi həm YouTube-da, həm Facebook-da, həm də paylaşa bilərlər ki, burada gedən söhbətlərdən bir çox insanlar da xəbərdar olsunlar. Bugünlük bu qədər. Sabah yenidən görüşmək ümidi ilə salamat qalın.